İndi paralleloqrama baxaq. Deyin. Qalıqlarınızı soruşun, qalmasın. Ümid, paralleloqramın sahəsi üçün düsturlardan de görüm ayım. Paralleloqram sahəsindən Bəli, paralleloqramın sahəsini düstur. 2-də 1 A vuraq aşağı, 2-də 1 vuraq aşağı. Sadiq, sən denə paralleloqramın sahəsini. 2-də 1 D1 vuraq, D2 vuraq. Nə var? Sinüs alfa. Sonra nə var? Ay, Amil, sən denə. Paralleloqramın sahəsini hansı düsturu bilirsən? Fəqən de. A vuraq, B vuraq, sinüs alfa. Bəli. A vuraq, H, A və yaxud da B vuraq, H, B. S bərabərdir. D vuraq, diaqonala çəkilmiş hündürlükdə H. Yəni bu diaqonal, bu da diaqonala çəkilmiş H yazaq da, diaqonala çəkilmiş hündürlük. Bəli. Diaqonal onun sahəsini yarıya bölür. Ümumi deyək ki, sahə deyək 100-dürsə, yarısı 50-50 olur. AC diaqonalda 12.000. Neçə dənə bərabər sayılı üçbucağa bölündü? 4 dənə sayı üçbucağa bölündü. Sonra o rombundur. İndi rombun sahəsinə baxaq. Rombun sahəsi üçün hansı düsturu bilirsən? Ay, Sadiq, de görüm, rombdur. Bütün tərəflər bir-birinə bərabərdir. D1-in kvadratı D o xassiyyətdə sahədə onu D1-in kvadratı ya D2-nin kvadratı bərabər 4A kvadratı var, bəli. Və sahədə diaqonallar qarşılıqlı perpendikulyardırsa, S bərabərdirmi? D1 vuraq, D2 bölək 2. Sonra hansı düstur var? S bərabər hansı düstur var Ümid? Rombun sahəsi üçün hansı düstur bilirik? Bilir ki, de görüm ayağımı. Sinüs burada niyə yoxdur? 90 dərəcənin sinusu. Burada da var. Sinüs sadəcə alfamız orada 90'dır. Sinüs 90 dərəcədə 1 olur deyin, yazmırıq. S bərabərdir. A vuraq H. S bərabər nədir fəqan? Bəli, A kvadratı vuraq sinüs alfa. Bunları bilmək lazımdır. Bunların heç hansı bilmirsiniz və bilirəm ki, indi deyəcəksiniz ki, onu yazmamışıq, bunu yazmamışıq. Sonra davam edək. Rombun diaqonalları onun tərəfinin nə idi? Həndəsi ortasıdır. Yəni bu deməkdir ki, rombun diaqonalları tərəfi diaqonalların həndəsi ortasıdır, eləmi? A bərabərdir kök altında D1 vuraq. Hər tərəfi kvadrata yüksəltəcək. A kvadrat nəyə bərabərdir? Uşaqlar, biz rombun sahəsini hansı düsturu bilirik? Bayaq dedi, A kvadratı vuraq. Bir hansı düsturumuz var? D1 vuraq, D2 bölək 2. Bu A kvadratı ilə D1, D2 eynidir. A kvadratı ilə D1, D2 getdi. Sinüs alfa nə aldıq? 2-də 1. Alfa neçədə 2-də 1 alır? Alfa bərabər 30 dərəcə. Oldu? Sonra davam edək. ABCD paralleloqramında AB 6. Bir dənə paralleloqram çəkək. A, B, C, D paralleloqramında AB 6, AC 8. D təpəsindən AB-yə qədər olan məsafə 7. D-dən AB-yə qədər olan məsafə 7-dirsə, sahə nə verir? AH-dır da. 42 oldu. İndi D-dən AC-yə qədər məsafəni soruşur. Bayaq da dediyi, elə bu nə bərabərdir? D vuraq H idi da. Düzdür? Deməli, D-miz neçədir? 8. 8 vuraq H bərabərdir. 42 oldu. H da bərabərdir. 42-ni 8-ə bölsək 5,4-də 1 eləyər.
O da 5,25 eləyir. Yəqin ki, elə olar. Sonra ümiddə qalın. Yazmamışam bunu. İndi atana şikayət eləyəcəm. Sonra. Kesin səfər dedik qalan mən dedik ki, bir dərman lazım gəlir. Onu yazdım. Yox, nə deyirəm? Neçə? 25. Roma perimetrin 10 diaqonaları cəmin olan nisbəti kökdəyir. Bax, Roma perimetri nədir? Diaqonaları cəminə nisbəti. D1 plus D2-yə nisbəti. Bizə nə verir? Kökdə 3. Gəlin tənasüb kimi vuraq. 4 anaya bərabərdir. Kök altda 3 vuraq. D1 plus D2. Düzdür? Hər tərəf kvadrata yüksəldə bilərik. Nə eləyər? 16 A-nın kvadratı bərabər 3 vuraq. D1-in kvadratı üstə gələk D2-nin kvadratı. Üstə gələk 2 D1 vuraq D2. Düzdürmü? Uşaqlar, D1-in kvadratının üstünə D2-nin kvadratı gələndə neçə? Nə verirdi bizə? 4A kvadratı verirdi. Gəlin yazaq. 3-ü də 4A kvadratına vuranda 12A kvadrat eləyir. 12A kvadratını elə birbaşa keçirirəm sol tərəfə. Qaldı 4A kvadrat. Bərabərdir. 3-ü də 2 D1 D2-yə vuran nə eləyir? 6 dənə D1 D2. Uşaqlar, bizim buradan A kvadratı nəyə bərabərdir? 6 D1 D2 bölünsün 4. Sahəmiz nə verir bizə? A kvadratı sinüs alfa. Bir də yaza bilərik onu. D1 vuraq, D2 bölünsün 2. Düzdür? Mən A kvadratının yerinə, burada A kvadratı bərabər. A kvadratının yerinə nə yazmışam? Bu da ixtisar getdi. 2-də 3 D1 D2 yazmışam mı? 2-də 3 D1 D2 vuraq sinüs alfa. Bərabərdirmi? D1 D2 bölək 2. Hər tərəfdən D1 D2-lər ixtisar olundu. 2-lər ixtisar olundu. Nə aldıq? 3 dənə sinüs alfamız 1-dirsə, sinüs alfa bərabər olurmu 3-də 1-ə? Alfanın da cədvəl qiyməti yoxdur deyin. Alfa bərabərdir. Arc sinüs 3-də 1. Oldu? Ay sağ olun. Sonra qalımız qalmasın, davam eləyək. Deyin. Neçə? 31. Sahəsi 6 kökdə 3 olan AB 2 kökdə 3, BAC 30 olarsa AC diaqonalını tap. Gəlin baxaq indi. Parallelogram çəkək bir dənə. A, B, C, D. Sahəsini verib 6 kökdə 3. AB-ni verib 2 kökdə 3. BAC bucağını 30 dərəcə. BAC. Buranı 30 dərəcə veribsə. AC-yə nə deyək? Uşaqlar, ümumi paralleloqramın sahəsi 6 kökdə 3-dirsə, diaqonal onu yarıya bölür. Bu sahə bizə neçəni verir? 3 kökdə 3-ü verir. Burada 3 bucağı görürsünüz, BAC 3 bucağını. 3 bucağın sahəsi 2-də 1 AB sinüs alfa ilə yaza bilərikmi? 3 kökdə 3-ü. 2-də 1 vuraq. A-nın yerinə 2 kökdə 3. B-nin yerində nə durub? Sinüs alfa, sinüs 30-da nədir? 2-də 5. Bərabərdirmi 3 kökdə 3-ə? 2-lər ixtisara getdi. Kökdə 3-lər hər tərəfdə var, getdi. Buradan alıram x bölü 2-miz 3-dürsə, x-imiz neçədir? 6. Elə AC diaqonal da bizə nədir? X-dir, o dedik 6. Oldu? Sonra neçə? 33. Sahəsi 48 olan ABC-də parallelogram A və B bucaqlarının təmirlərini DC tərəf üzərində M nöqtəsində kəsir. Bax. Parallelogramdır.
A, B, C, D. A və B bucaqlarının tən bölənləri DC tərəf üzərində kəsişir. Qonşu bucaqların tən bölənləri qarşı tərəf üzərində kəsişərsə, onlar arasındakı bucaq neçə dərəcədir? 90 dərəcə. M nöqtəsində kəsişir. Ümumi sahə neçədir? 48-dir, düzdür. A, M, C, D, A, M, C, B. A, M, C, B. Dörd bucaqlının nəyi soruşur? Sahəsini tap. Baxaq. Ümumi paralelogramın sahəsi neçədir? 48 veribdir elə. 48. 48. Tən böləndirsə uşaqlar bunlar. Bax, bu tən böləndirsə. Alfa, alfa idi də, düzdür. Bura alfadırsa, bura da alfadır, eləmi? Bura alfadırsa, bura da alfa. Bura adırsa, bura da adır. Eyni qayda ilə. Bura adırsa, bura da adır. Onda bura neçə olub? 2 olub. Düzdür. İndi paralelogramın tərəfləri nə oldu? 2A, A. Cəmi neçə ailədir? 2-yə də vursaq 6A-mız 48-dirsə, A-mız neçədir? A-nı 8 tapdıq. A-nı 8 tapdıq. A-nı 8 tapdıq. İndi bizdən soruşduğu haradır? A, M, C, B. A, M, C, B. Bu trapesiyadır da bir sözlə. Trapesiyanın hissəsi oturacaqlar cəminin yarısı ilə hündürlüyü har. İndi bizə lazımdır ki, buradan qarşı tərəfə nə çəkək? Elə qarşı tərəfə qədər məsafə tərəfi vermir o. Hə? 6A-mız 48-dir. A-mız neçə oldu? 8. A-nı 8 tapdıq da biz. Sonra baxaq görək. A-nı 8 tapmışıqsa bunlar bir-birinə bərabərdir onsuz da A və B bucaqlarını. Tən bölənlər arasındakı bucaq 90 dərəcə olduğuna görə oturacaq 2A, biri də nədir? A-dır. A plus 2A bölünsün 2 vurulsun nə olmalıdır? Vurulsun H. Düz bucaq təpəsindən hipotenuzə çəkilən hündürlük nəyi verir bizə? A vuraq B bölək C-ni. Burada katetlər də bizə məlum deyil. Bəlkə nəysə düz eləmədik burada. Bir də baxaq. Uşaqlar. A, B, C, D. Sahəsi 48-dir. A və B bucaqlarının tən bölənləri DC tərəf üzərində. Gəlin belə eləyək. Bax, bu AB-ni yuxarıda götürün ki, bizə üçbucaq biraz rahat olsun. Belə də üçbucağımızın bucaqlarını 90 dərəcəni hiss edə bilmirik. A, B, C, D. A-nın tən böləni ilə B-nin tən böləni gəldi, burada kəsişdi, düzdür? Bura neçə dərəcədir? 90 dərəcə. A tən böləndirsə, demişdik ki, qarşı tərəfə bərabər parça ayırır. Alfa, alfadırsa, çarpaz burada alfadır. Bura A-dır, burada A-dır. Elə? Hə? Tərəfi bərabərdir. Oha, bura A-dırsa, bura A-dır. Bura yox. İndi eyni qayda ilə bura A-dırsa, bura beta betadırsa, burada betadır. Onda burada nədir? A-dır. Tərəfin biri A-dır, biri nədir? 2A. 2A-nın üstünə A gələndə 3A, 2-yə də vuranda 6A-mız. Bu sahəsi 48-dir. Biz perimetrin 48 yazmışıq bəyək. Deməli, bizim hündürlüyümüz nədir? H-dır da, düzdür. Onda sahə bizə nə verir? Bax, buradan çəkilən hündürlüyümüz H-dır da. 2A-nı vursam H-a, 2A-nı vursam H-a. Bərabər olar neçəyə? 48-ə. A vuraq H neçə olur? 24. Bizə lazımdır perimetr. Bax, bizə lazımdır uşaqlar. A,
Bura m'dir də. M, C, B. Bu trapesiyanın perimetri. Gördünüz bu rəhli trapesiyanı. Nasıl sahəsi? Olsun. Oturacağın biri nədir? Biri nədir? 2A. Onda biz A üstə gələ 2A bölə 2 vuraq H-ı tapmalıyıq da. Neçə A var burada? 3A bölü 2. 3A vuraq H bölə 2. A vuraq H-ımız neçə idi? 24. 24-ü 3-ə vursaq. 36. Aha. 24-ü lap 2-yə böl. 12, 3-ə vur. 36. Cavabı dedin sən. Afərin. Deməli, o trapesiyanın sahəsi 36 olur. Başa düşdü? Və yaxud düz getmişdi. Sahəni 48 verir, biz perimetri 48. Sonra Gördüm mən bildirdim. qaldı qalığımız. Neçə? İndi də sahənin paralleloqramı sahəsini veribdi fəqət. Elə bil ki, belədir da. 2A plus A bölə 2 vuraq H bərabər neçə verib? Buradan 3A bölə 2 H-dır mı? A vuraq H bölə H nəyə bərabərdir? 48-i 2-də 2-ə böləndə 3-də 2-ə vururam. Nə eləyir bu? 32. 32. Bizdə paralleloqramın sahəsi 2AH idi ha. 16. Yox, AH-ımız 32-dirsə 64. 64. Oldu? Uşaqlar, bax, 35-ci sualda yazmamızsa K nöqtəsindən M-ə qədər məsafə CD-yə qədər məsafə, K-dan B-yə qədər məsafəyə bərabərdir. Onda bu ümumi hündürlük olacaq 6. AKD-nin sahəsi AKD-nin sahəsi 54-dürsə bəli, oradan tapa biləsiniz. Neçə? 18. 18-də baxaq. Cavab 18. Sanılıq və olsun. Var sualınız? Perimetri 12. Kör-bucaq təbii çəkilən hündürlükləri kökdəki olan paralleloqram itibzanı dərəcəsini tapın. Bax, bu olsun bizim üçün paralleloqram. Kör-bucaqdan çəkilən hündürlüyün biri budur. Biri də budur. Bunun biri kökdə 3-dür. Biri də 2 kökdə 3-dür. Perimetri də 12-dirsə, biri A-dır, biri B-dir elə. Bura A-dırsa, bura da A-dır. Bura B-dirsə, bu da B-dir. Onsuz bildik ki, A plus perimetri 12-dirsə, A plus B neçə olur? 6 olur. Sahəyə görə yaza bilərik. AH bərabər BH yazmışdıq. A vuraq 2 kökdə 3 bərabərdir B vuraq kökdə 3-dər getdi. B nəyə bərabərdir? Gətirib burada B-nin yerinə 2A yazanda 3A-mız 6-dırsa A-mız neçədir? A-nın yerinə 2 yazanda B-miz neçə olur? 4 oldu. İndi gəl bax. A-nı neçə tapdıq? Bura 2-dir. Bura 2-dir. Bizdən aranı soruşur. Paralleloqramın iti bucağı. 2-nin kvadratından 4-ün kvadratını çıxanda burada neçə qalacaq? 2-nin kvadratının kökdə üçün 1. Uşaqlar, nə zaman katet hipotenuzun yarısı oldu? 30 dərəcə. Onda burada yuxarıdakı bucaq 30 oldu. O bucaq 30 dərəcədir. Onda buradakı bucaq deməli iti bucağımız 60. Elə düşdün? Sonra var əlavə. Nə işləyirsiniz? Trapesiyanı işləyirsiniz. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı ilə hündürlüyü hasilinə bərabərdir. A, B, bu da H-dır. A plus B bölə 2 vuraq H. Və yaxud nə deyirik? LH. Ümumiyyətcə istənilən 4 bucaqlıda 2-də 1, D1 vuraq, D2 vuraq. Sinüs alfa. Bir dəfə bu düsturu yadımızda saxlayaq, bizə lazım olacaq məsələlər həllində. Əgər trapesiyanın diaqonalları çəkilibsə, bura S-dirsə, bura da S-dir. Onda bura S, lap bura S1, S2, S3, S4 yazıramsa, S1-imiz S3-ə bərabərdir, qarşı olanlar bərabər. O da bərabərdir, kökün altında S2 vuraq, S4. Sizə S2 ilə S4-ü verəcək, tutaq ki, birin verib 8, birin verib deyək ki, 16 da. 8 plus 4 14, 14 plus 2 16. 16 plus 2 24. 24 plus 2 26. 26 plus 2 28. 28 plus 2 29. 29 plus 2 30. 30 plus 2 40. 40 plus 2 50. 50 plus 2 60. 60 plus 2 70. 70 plus 2 80. 80 plus 2 90. 90 plus 2 120. 120 plus 2 140. 140 plus 2 180. 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 140 plus
Kök altda 8-i 16-ya vurarsan, tutaq ki, aldın 128 elif. 128-dən kök neçə çıxır? 8 kökdə 2. Deməli, bura 8 kökdə 2-dirsə, bu da 8 kökdə 2-dir. Yaxşı? Sahələri. Qalanda üçbucaqlar var, parallelogram var, o sahələr artıq öyrənmiş. Trapesiyanın sahəsi neçə dənədir? 51 dənə, bəli. Bir də ki, parallelogramdan qalanlar. Oldu? Parallelogram axıra qədər, bir də trapesiyanın 51 dənəsi. Əlavə sualınız yoxdursa, yekunlaşdıraq.